Evet, teşekkürler Gülnur Hocam. Çok Rica güzel ederim. oldu. Şimdi bir bildiri daha var mı acaba? Program değiştiği için bu Anıl Irgatoğlu bizden biri mi şu anda yoksa farklı bir katılımcı mı? Hocam Aygün Hoca geldi sanırım. Pardon? Aygün Hanım geldi hocam. Ha, Azerbaycan'da. yani Anıl Irgatoğlu diye yansıyor görüntüye de o yüzden Aygün hocamız geldiyse hocamızı dinleyebiliriz. Çok teşekkür ederim Sayın Hocam. Ben Azerbaycan Hoş Milli... geldiniz. Buyurun. Çok teşekkür Buyurun. ederim. Azerbaycan Milli Bilimler Akademisi'nde doktora öğrencisiyim. Türkiye'nin paytaxtı Ankara şəhərində 20'ye qədər ölkənin iştirakı ilə keçirilən müharibə tədqiqatları üzrə beynəlxalq simpoziumda iştirak etməkdən məmnunluq duyuram. Başta iki kardeş ülke Azerbaycan, Türkiye olmaqla bütün ülkelere sülh və əminamanlıq arzu edirəm. Və çox böyük qürur hissi ilə məruzəmə başlamaq istəyirəm. Məruzəmin və məqaləmin adı Azərbaycanda 2-ci Qarabağ müharibəsi, Anım günü, Zəfər günü, zəfər simvolu olan Xar Bülbül və Hərbi Qənimətlər Parkıdır. Azərbaycan Respublikası özünün zəngin təbii sərvətləri, çoxəsirlik mədəniyyəti, tarixi və qədim insanları ilə Qafqazın ən böyük ölkəsidir. Azərbaycanın üzləşdiyi ən çətin problem Dağlıq Qarabağ münaqişəsidir. Qarabağ təkcə Azərbaycanın deyil, ümumiyyətlə dünyanın da ən qədim tarixə malik olan diyarlarından biridir. Bu ərazidəki Azıq mağarasında ən qədim insanların yaşayış məskəni aşkar edilmişdir. Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir. Dağlı Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı ədalət məsələsidir. Azərbaycanın milli qürur məsələsidir. Ermənistan Dağlıq Qarabağın bütün ərazisini və ona bitişik 7 rayonu işğal etmişdi. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 10 milyonluq əhalinin 1 milyonu qaçqın vəziyyətinə düşmüşdü. Birləşmiş Millətlər Təşkilatı Ermənistana qarşı Ermənistan qoşunlarının Azərbaycan ərazisindən qeyd şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul etmiş, lakin Ermənistan bütün bu qətnamələrə məhəl qoymamışdı. Ermənistanın Azərbaycana qarşı ardıcıl təxribatları və növbəti hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-sində Azərbaycan xalqı Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda vətən müharibəsinə başladı. Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədi ilə 2020-ci il sentyabrın 27-sindən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir. Haqq və şərəf işimiz olan Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əskər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız, əzm və iradə bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr indirdi. Azərbaycan xalqı bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Biz bəşəriyyətə haqqın, ədalətin, böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya Azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın deyil, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğrunda vuruşmağı bacarırıq. 44 gündə Müzəffər Azərbaycan ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri təkcə tanklarla, toplarla, pualarla deyil, həm də ağılla, zəka ilə də qazanmaq olar.
torpaqlarımız qəhrəman şəhidlərimizin, əskər və zabitlərimizin, qazilərimizin qanlı və canı bahasına işğaldan azad edildi. 30 il davam edən işğala, ədalətsizliyə 44 gündə son qoyduq. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər ordumuzun tədbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu və Azərbaycan xalqı tarixi qələbə qazandı. Sentyabrın 27-sindən başlayan 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması, azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Müzəffər Azərbaycan ordusu və Qarabağ Azərbaycandır reallığı 44 gündə mümkünsüzü mümkün etdi. Ermənistan Respublikası ilə 44 gün davam edən müharibə və hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan ordusu tərəfindən 4 oktyabrda Cəbrayıl rayonu, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı şəhərləri, 8 noyabrda Şuşa şəhəri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. 2020-ci il noyabrın 20-sində Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları işğaldan azad edildi. Şuşa qalasının alınması əməliyyatı isə tamam başqadır. Prezident Ali Başkomandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbiçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən bir əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbiçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad etdilər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir. Bəli, Azərbaycan əskəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir. Bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əskər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram göstərilir. Bu müddət ərzində millətimiz daim vətən həsrəti, sevgisini ürəyində daşıdı və qələbə qazandı. Bu zəfər asan başa gəlmədi. Daim danışıqlara üstünlük verən dövlətimiz öz hünərini döyüş meydanında da göstərdi. Bu müddət ərzində digər dövlətlər təzyiq göstərməyə, bəzi sanksiyalar tətbiq etməyə çalışsalar da Azərbaycanımızın üstünlüyünü qəbul etməyə məcbur oldular. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Başkomandan İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur deyən Ulu Öndər Heydər Əliyevin arzusunu reallaşdırdı. 27 sentyabr anım günü Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-sindən noyabrın 10-una qədər davam edən 2-ci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması günü elan edildi. Anım günü müharibənin başlandığı gün sentyabrın 27-sində keçiriləcək və Prezident İlham Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 2020-ci il dekabrın 2-sində imzaladığı Azərbaycan Respublikasında anım gününün təsis edilməsi haqqında sərəncama əsasən qeyd ediləcək. Prezident İlham Əliyev 2-ci Qarabağ müharibəsi bitdikdən sonra 2020-ci il dekabrın 2-sində Azərbaycan Respublikasında anım gününün təsis edilməsi haqqında sərəncam imzalamış və Vətən müharibəsinin başlandığı günü
anım günü kimi qeyd etmək barədə sərəncam vermişdi. Sərəncamda qeyd olunur ki, dövlət vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əskər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram olaraq Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərar alıram. Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında anım günü kimi qeyd edilsin. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə Zəfər günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək. Azərbaycanda Zəfər gününün təsis edilməsi haqqında prezidentin ilk fərmanı dekabrın 2-sində verilmişdi. Bu sərəncama əsasən Zəfər günü hər il noyabrın 10-unda qeyd edilməli idi. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında Zəfər gününün təsis edilməsi haqqında 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədi ilə hər il noyabrın 10-unun Azərbaycanda Zəfər günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alındı. Lakin noyabrın 10-unun Türkiyə Cümhuriyyətinin qurucusu, adı Türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunmuş böyük şəxsiyyət Mustafa Kemal Atatürk'ün anım günüdür. Azərbaycanı ürəkdən sevən, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir deyə Mustafa Kemal Atatürk hər bir Azərbaycanlının qəlbində özünə yer etmiş, onun xatirəsi ölkəmizdə də böyük ehtiramla yad olunur. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev demişdir. Mustafa Kemal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də Azərbaycanlılar üçün də əziz və hörmətlidir. Məhz noyabrın 10-unun qardaş Türkiyədə Mustafa Kemal Atatürk'ün anım günü olmağını nəzərə alaraq Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev dekabrın 3-də Zəfər tarixi gününün dəyişdirilməsi barədə qərar qəbul etdi. 2020-ci il 3 dekabr tarixli sərəncamı ilə Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə günü olan Zəfər gününün hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərar alındı. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Azərbaycan Respublikasında Zəfər gününün təsis edilməsi haqqında sərəncama əsasən xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədi ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər günü kimi təntənəli şəkildə qeyd edilsin. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq iqtidar birliyi ölkəmizin 2-ci Qarabağ müharibəsində qələbəsini təmin edən mühüm amillər oldu. Bu müharibədə qələbə Prezident İlham Əliyevin bu qələbəni qeyd etmək üçün xüsusi bayram gününün təsis edilməsi barədə sərəncam imzaladı. Sərəncamda deyilir, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədi ilə qərar alıram. Hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər günü kimi təntənəli şəkildə qeyd edilsin. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin. Hər bir Azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də 28 illik əsarətdən qurtulması müharibənin taleyində həlledici rol oynamış, düşmənin siyasi hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olmuşdu. Bəli, 30 il gözlədiyimiz o möhtəşəm tarixə, Qarabağa qovuşduğumuz tarixə şahidlik etmək zamanı yetişdi. 8 noyabr 2020-ci
il Qarabağa qovuşduğumuz tarixi gün Azərbaycan Respublikasında 2-ci Qarabağ müharibəsində qələbə şərəfinə qeyd edilən gün Zəfər günü oldu. Bu böyük qələbə günüdür. Şanlı tariximizə daxil olan gündür. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə nida qoyulduğu gündür. 8 noyabr 2020-ci il Ali Baş Komandan və şanlı Azərbaycan əskərinin yazdığı görkəmli tarix, müzəffər ordumuzun 28 illik həsrəti 44 gün müddətində bitirən gündür. Hərbi Qənimətlər Parkı Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunub və qəhrəman Azərbaycan xalqının zəfər qələbəsini simvollaşdırır. Park, Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr, 10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunması məqsədini daşıyır. Qeyd edək ki, Hərbi Qənimətlər Parkı qazanılan tarixi zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. İcazə versəydiniz, mən məruzəmi yekunlaşdırmaq istəyirdim. Xarı bülbül simvolu 3 dakika daha buyurun. Xarı bülbül simvolu Azərbaycanda 2-ci Qarabağ müharibəsində şəhid olan əskərlərin xatirəsinin rəmzi olaraq qəbul edildi və Azərbaycan ordusunun zəfər simvolu kimi tanındı. Qarabağ münaqişəsi başlayandan Xarı bülbül xalqımızın mübarizəsinin rəmzinə çevrildi. Xarı bülbül gülün formasında olan rəmzi bir nişandır. Azərbaycanda 2-ci Qarabağ müharibəsində şəhid olan əskərlərin xatirəsinin rəmzi olaraq qəbul edildi. Həmçinin Azərbaycan ordusunun zəfər simvolu kimi tanındı. Beləliklə, bizim Xarı bülbülümüz mübarizlərimizin, poladlarımızın qanı ilə alqana boyandı. Artıq onu heç kəs əlimizdən ala bilməz. Vətən bağı al-əlvandır. Artıq içində Xarı bülbül də var. Qələbən mübarək olsun Zəfər günü. Zəfər günü mübarək Azərbaycan. Beləliklə, hərbi əməliyyatların ilk günündən qardaş Türkiyə Cümhuriyyəti Azərbaycanı ədalətli mübarizəsində dəstəkləmiş, ona mənəvi, siyasi və diplomatik dəstək göstərmişdir. Azərbaycan və Türkiyə xalqının bir-birinə qardaş deyə müraciət etməsi, ay ulduzlu bayraqlarımızın yanaşı dalğalanması dostlarımız üçün fəxarət, bədxahlarımıza gözdağıdır. Yaşasın müstəqil Azərbaycan Respublikası, yaşasın Ali Baş Komandan, yaşasın müzəffər Azərbaycan ordusu, yaşasın sarsılmaz və əbədi Azərbaycan-Türkiyə qardaşlığı. Qarabağ Azərbaycandır.